Salam, hörmətli izləyicilər. Bugün 3-cü qruplar üçün olan 20 sınaqdan sınaq 2-nin izahına baxacaq. Başlayaq birinci sualla. Deməli, Salur Qazanın evinin yağmalandığı boy haqqında doğru fikri müəyyən edin. Baxaq. Boy Bayandır xanım məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Xeyr, bu Bayandır xanım məclisi deyildi. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi, xeyr var idi. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bəli, çünki Uruz burada dustaq idi. Yəni daha doğrusu əsir düşmüşdü. Onun haqqında qəhrəmanlığının təsvirindən danışılmır. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çata bilməsi üçün Şöklü Məliklə danışıq aparır. Xeyr, o anası üçün Şöklü Məliklə danışıq aparır. Uruz yurdunu qoruya bilməyib atasının etibarını zədələdiyi üçün özünü ölümə layiq bilir. Xeyr, belə bir şey yoxdur. Salur Qazanın evinin yağmalandığı boya əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Deməli, yanlışı seçməliyik. Qaraca çoban fövqəladə gücə malik idi. Bəli, onun orada atdığı daşdan, sapandından danışılır. Ona görə bir düzdür. Bəylik təklifinə razı olmur. Bəli, kafirlər ona bəylik təklif edir, amma çoban razı olmur. Yuxusunu qardaşına danışır. Bu Qazan xana aiddir. Yəni, bu ortaya yazılmalı deyil. Deməli, 3. Kafirlərlə savaşır. Bəli, hər ikisi. Qara qayğılı yuxu görür. Bu ortaya yazılmalıydı. Çünki hər ikisi yuxu görür. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını istəyir. Atasını yox, anasını istəyir. Cavab olacaq 3, 5, 6. C bəndi. Üçüncü sual. Salur Qazanın evinin yağmalandığı boy əsasında cədvəldəki yanlış fikirləri müəyyən edin. Qazan xan bəylərin məzəmmətindən çəkinir. Qaraca çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Bəli. Bu düzdür. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər bilməyə tək gedir. Bəli, qardaşına deyir ki, ovumu pozma, qoşunumu dağıtma. Qaraca çoban düşmənin hücumundan xəbər tutur, ehtiyat tədbirləri görür. Xeyr, ehtiyat tədbirləri görür, amma düşmən hücumundan xəbər tutmur. Sadəcə qara qayğılı əhvalat görür. Ona görə ehtiyat tədbiri görür. Burla xatun tanınmasını istəmir. Ona görə oğlunun ətindən yeməyə məcbur olur. Xeyr, heç oğlunun ətindən yemir. Şöklü Məlik Qazandan heyf almaq niyyətində olur. Onun həyat yoldaşına şərab paylatmaq istəyir. Bəli, bu Şöklü Məliyin fikri idi. Qazan bəylərə gizlindən xəbər göndərir. Qalın Oğuz bəyləri yardıma gəlirlər. Xeyr. Belə bir fikir yoxdur. 3, 4, 6. Dördüncü sual. Salur Qazanın evinin yağmalandığı boyda Qaragünə Qazan xanın yuxusunu necə yazır? Bax, qara bulud sənin taleyindir. Qar ilə yağmur sənin qoşunundur. Saç qayğıdır. Dərd sərdir. Qan isə qaranlıqdır. 1-ə 1, 2-yə 4, 3-ə 3, 4-ə də 2 olacaq D bəndi. 5-ci suala davam edirik. Salur Qazanın evinin yağmalandığı boyda Qazan xanın yuxuda gördükləri sırasına daxil ola bilməz. Hündür evimin üstündə ildırım çaxır. Bu var. Quduz qurtlar evimi dəlir. Bu da var. Əllərimdə 10 barmağım qan içindədir. Bu da var. Yumruğumda bir şahin çırpınır. Bu da düzdür. Amma çaylardan su yerinə qan axır. Belə bir fikir yoxdur. 6. Salur Qazanın evinin yağmalandığı boyla bağlı uyğunluğu müəyyən edin. Deməli, surətləri, nitqi və niyyəti. Qalxıb yerimdən durardım, səni qaba dizimin altına salardım, can şirinliyini sənə göstərərdim. Bəli, bu Uruzun nitqidir. Atasının namusuna xələl gətirmiş, anasına nifrətini göstərmək. Xeyr, anası onun atasının namusuna xələl gətirməmişdi axı, sadəcə oğlundan məsləhət alır. Duraq gedək a bəylər, ov ovlayaq, quş quşlayaq, yeyib içək, günümüzü xoş keçirək. Bəli, bu Qazanın nitqidir. Oğlunu ova aparıb təcrübə qazandırmaq. Xeyr, bu Uruzun dustaq olduğu boydadır. Ona görə B də səhvdir. Su Allahın üzünü görmüşdür, su ilə xəbərləşin. Bu Burla xatuna aid fikir deyil, Qazan xan deyir. Qazan xanda bir heyfimiz qaldı a bəylər. Qazan xanı Dərbəndəki sürüsünü ələ keçirmək. Bir heyfimiz qaldı deyən kafirlərdən biridir. Yəni, bu Dərbəndəki sürüsünü ələ keçirmək fikri kafirlərdən birinə aiddir. Şöklü Məlik Burla xatına badə paylatmaq istəyir. Ona görə D də səhvdir.
Beyrək çal qılıncını ağam Qazan, çatdım. Bəli, kömək etmək məqsədi ilə deyilmiş fikirdir. 7. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun ekspozisiyasında Qazan xan oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Baş kəsməyən, qan tökməyən oğlunu görərkən oğlundan utanır, xəcalət çəkirdi. Xeyr, nə utanır, nə də xəcalət çəkir. Qəfil ölərsə Oğuz bəylərinin Uruzu atasının taxtına layiq bilməyəcəyindən ehtiyat edirdi. Bəli, orada deyir ki, mən qəfil ölərsəm səni mənim taxtıma birdən qoymazdılar. Qorxurdu ki, düşmənlər el-obaya hücum etsə oğlunu öldürər, əsir apararlar. Xeyr, qorxaq oğlu olduğu üçün Bayandır xan, eləcə də Oğuz bəyləri arasında nüfuzdan düşəcəyindən narahat idi. Xeyr, bəylər lova gedərkən el-obasını, yurdunu etibar edə biləcək bir oğul olmadığı üçün xiffət edirdi. Xeyr. 8. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən klasteri tamamlayan fikirləri müəyyən edin. Burla xatun bu boyda deməli qəhrəmanlıq göstərir. Bəli, bu düz fikirdir. Ona görə biz düzləri seçəcəyik. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür? Bəli. Qazan xanı tək görəndə narahat olur. Bəli, deyir, 2 getdin, 1 gəlirsən, oğlum anı. Atasından qoşun istəyib Qazan xanın ardınca gedir. Xeyr, yaralı oğlunu dağ çiçəyi ilə müalicə edir. Ümumiyyətcə bu fikir, bu boyda belə bir fikir yoxdur. Oğlu ilə ərinin namusu arasında seçim etməli olur. Bu da səhvdir, çünki bu Salur Qazanın evinin yağmalandığı boydaydı. 8B. 9. Cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan ov ovlayıb quş quşlamağa, bir ceyran belə vurmağa fürsət tapmır. Niyə? Ov ovlayır axı. Ov zamanı yuxuya gedib əsir düşür. Xeyr. Uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli. Deyir, bu gələn düşməndir. Qara qayğılı yuxu görüb ovunu yarımçıq saxlamalı olur. Qara qayğılı yuxunu evinin əsir düşdüyü boydadır. Qarşısında anidən boyu uzun burla xatunu görür. Xeyr, bu boyu uzun burla xatunu görür, tanımır, amma bu boyun sonlarına doğrudur artıq. Düzgün cavab C. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya bağlı düzgün fikirləri müəyyən edin. Düzgünləri seçməliyik. Uruz atasından düşmənlə vuruşmamağı, geri dönməyi xahiş edir. Bəli, deyir ki, get Tanrı sənə bir oğul bağışlayar. Qazan xanın oğulda olduğunu təkürə şöklü məlik bildirir. Xeyr. Deməli, şöklü məlik bildirmir. 2 olan variantları çıxıram. Oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bəli, birinci tək başına girir. Gözündən yaralanır. Ərinin ardınca düşmən elinə gedən Burla xatun öz kimliyini bildirmir. Niyə bildirir axı? Orada deyir ki, Qazana halalını tanımır sənin gözün. Deməli, 4-ləri də çıxıram. Burla xatun həlledici döyüşdə düşmənin bayrağını qılınçlayıb yerə atır. Bəli. Digər boyda da Qaragünə, Qazanın qardaşı Qaragünə qılınçlayıb yerə atır. Bu boyda Uruz 40 igidi ilə birlikdə kafirlərə əsir düşür. Xeyr. Deməli, 1, 3, 5 yebəndi. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil. Ozan tərəfindən yaradılması. Bəli, bu var. Nəzm və nəsrin növbələşməsi. Bu da var. Sujet xəttində hadisələrin surətli keçidlərdən ibarət olması. Bəli, bu da var. Əsərin nəzm hissəsinin heca vəzinli şeirlərdən ibarət olması. Bəli, şeirlər heca vəzindədir. Surətlərin nitqində qoşma və gəraylılardan istifadə edilməsi. Xeyr, burada şeirlərin janrı verilmir. 11-də cavab E. 12. Kitab-ı Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək bəyoğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edin. Müddəanı təsdiq edən və müddəanı təksib edən fikirləri yazacaq. Qaraca çobanın göstərdiyi qəhrəmanlıq. Qaraca çoban aşağı təbəqənin nümayəndəsi idi. Ona görə də bu müddəanı təksib edəcək. 2-yə A yazaram. Qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi, çünki Qazan xan idi, oğlunun da hünər göstərməsini istəyirdi. Sağ və sol tərəfinə baxan Qazan xanın fəxarət hissi, bəli, bu da müddəanı təsdiq edir. Boyun sonunda Dədə Qorqudun öyüd verməsi, xeyr, bu səhvdir. 1 BC, 2 A olar. 12-də cavab B bəndi. 13. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Baxaq.
Deməli biz burada birinci 4 ilə başlayacağıq. Qazan xan oğlu ilə ova gedir, sonra düşmən gəlir, Qazan oğlunu təpənin başına göndərir. 4-dən sonra artıq Qazan gəlir, görür ki, Uruz yoxdur. 4-dən sonra burada bir gələr, Uruza qara yapıncı geyindirib, onu qapı ağzında üzü üstə sərmişdilər. Sonra Burla xatun Qazanın yardımına gəlir, 2 gələr, döyüş olur. Buğacıq Məliyin boynu vurulur və ən sonda da Qazan xan 40 qul və cariyəni oğlu Uruza görə azad edir. 13-də cavab olar A bəndi. 14. Basatın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluğu müəyyən edin. Təpəgöz Basatla süd qardaşı olduğunu söyləyir. Bəli, bir düzdür. Bir olan variantlar çıxsam C ilə B getdi. Qafaqan 2 oğlunu Təpəgözə xərac olaraq verir. Xeyr, birini verir, növbə o birisinə çatanda deməli arvadı gəlir Basatdan bir dənə əsir alır aparır. Yəni bu uyğunsuzdur. Bunu götürəcəm. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Bəli, deyir ki, bəs mən Təpəgözü vura bilmədim, yıxa bilmədim, sən məndən güclü ola bilməzsən. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir dua verir. Xeyr, Aruz heç istəmirdi Basat getsin. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bəli, bu da düzdür. Cavab olacaq 2, 4. 15. Deməli, cədvələ əsasən Basatın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri müəyyən edin. Onunla sövdələşmə, Təpəgözün ətrafdakılara münasibəti. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bəli, nəcəbsə onu yemir. Ona aşpaz kimi göndərilmiş insanları yeyib yenilərini istəyir. Xeyr, bu səhvdir. 2 olan variantları çıxsaq, 3 dənə variantım gedir. Günahsız insanları incitməkdən həzz alır. Bəli. Bu da düzdür. Ətrafdakıların Təpəgözə münasibəti. Çoban onu göl kənarında görəndə təpiklər. Bəli, görür onu böyüyür, içindən bir şey çıxır, qorxur, qaçır. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir. Bəli. Tək gözlü olduğu üçün Dədə Qorqud ona bu adı verir. Xeyr. 1, 3, 4, 5 olacaq. 15-də A variantı. 16. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən edin. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Bu səhvdir. Təpəgözün qınsız qılıncla öldürülə biləcəyini Basata Dədə Qorqud deyir. Xeyr, Dədə Qorqud demir, elə Təpəgözün özü deyir. Ona görə elə 1 olan 2 olan variantı çıxıram. Avtomatik cavab çıxdı. Təpəgöz Basatı qocalara verib ondan kebab pişirmələrini tapşırır. Bəli, bu düzdür. Oğuz yurdu Təpəgözün əlində əsir yesir olmuşdu. Bu da düzdür. Təpəgözün təkcə gözünün ətdən olmasını Basata qocalar deyir. Bəli, cavab olacaq 3, 4, 5, 17. Basatın Salaxana qayasında elədikləri sırasına daxil ola bilməz. Bir qoç kəsib dərisini əyninə geyinir. Bəli, hətta bunu ağıllı uşaq nağılındakı Əhmədlə də ortaq götürə bilərik. Qınsız qılıncla ox vurub yerə salır. Bəli, Təpəgözün hər kimi yerə çöktürür. Bəli, üzüyünü barmağına taxır. Bəli, qardaşı Qıyan Səlcik üçün ağı deyir. Bunu Salaxana qayasına getməmişdən əvvəl deyir. Ona görə 17-də B. 18. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Təpəgöz dayələrin canını alır. Baxaq görək bundan sonra nəyə yaza bilərik? Ondan sonra Təpəgözün pəri anası gəlir bunun əlinə bir dənə barmağına üzük taxır. Deməli, biri bura yaza bilərəm. Aruz Təpəgözü himayəsinə alır. Bu artıq dayələrin canını almamışdan öncə idi. Ona görə 2-ni götürə bilmərəm. 2 olan variantları çıxıram. Dədə Qorqud gəlib Təpəgözə ad verir. Artıq Təpəgöz, yəni bundan sonra deyil bu Təpəgözə ad vermək, qayalarda məskən salmamışdan əvvəl idi. Ona görə elə 3-ləri də çıxıram. Təpəgöz Oğuz elinə hücum edir. Bəli, bunu da bura yaza bilərəm. Bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. Cavab olacaq 1, 4, C bəndi. 19. Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan surətləri müəyyən edin.
Deməli, Basat, Dədə Qorqud, bunlar qarşılaşır, çünki Dədə Qorqud Basata ad verir. Qazan xan, Basat, bunlar da qarşılaşır. Qazan xan Basata deyir ki, bəs Təpəgözün üzərinə getmə. Aruz və Təpəgöz, bunlar da qarşılaşır. Təpəgöz və Bunlu Qoca, bəli, amma Basatla Qapaqqan qarşılaşmır. Qapaqqan arvadı gəlir Basatın yanına. Basatın Təpəgözü öldürdüyü boyda surətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilib? Baxaq. Aruz Qoca Təpəgözün Qıyan Səlciqi öldürdüyünü Basata deyir. Xeyr, bunu Aruz Qoca demir. Qapaqqanın arvadı deyir. Dədə Qorqud Təpəgözün istədiklərinin hamısını ona verməyə razı olur. Xeyr, burada Dədə Qorqud gəlir əslində öz fikrini bildirir. Təpəgöz ondan razılaşır. Deməli, B də səhvdir. Qapaqqan Təpəgözün Oğuz elinin yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Bunu Qapaqqan demir, arvadı deyir. Sarı çoban gölün kənarında Təpəgözün olmasını Bayandur xana çatdırır. Xeyr, bu da səhvdir. Yapaqlı Qoca Oğuz elinə Basatın Təpəgözə qalib gəlməsi xəbərini çatdırır. Bəli, Aruz Qocaya da bu xəbəri çapar çatdırır. 21. Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır? Dastan Oğuz türklərinin ortaq abidəsidir. Bəli. Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir. Bəli. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq və vətənpərvərliyidir. Bəli. Dastan müqəddimə və 12 boydan ibarətdir. Bəli. Dastanda bədilik güclü olsa da lirizmə yer verilməmişdir. Niyə yer verilməyib? Orada lirik şeirlərdən, heca vəzinli şeirlərdən istifadə olunub. Avest haqqında yanlış fikri müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur. Bəli. Əsərin əsas özəyini qatılar adlanan hissə təşkil edir. Avestada bu var. Xeyr və şərin mübarizəsindən bəhs edir. Düzdür. İlk türk dilli yazılı abidədir. Xeyr. Bu Avesta deyil. İnsanları humanizmə çağırır. Bəli, bu da düzdür. Cavab D. 23. Salur Qazanın evinin yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edin. Qızıl tağlı evlərini çapıb talayırlar. Qız gəlini pərişan edirlər, düzdür. Zəmlərdə bol taxılı od vururlar, xeyr, belə bir şey yoxdur. Qiymətli xəzinəni talan edirlər, evi qoruyan vəfalı it oxlayırlar, xeyr, belə bir şey yoxdur. Qatar-qatar dəvələri aparırlar, bəli, olacaq 1, 2, 4, 6. 23-də cavab 1, 2, 4, 6-dır. 24. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yanlış fikirləri müəyyən edin. Ata ov ovlayıb quş-quşlamaq və igidlik göstərmək məqsədi ilə oğlunu Aladağa aparıb. Bura qədər düzdür, amma oğlunu Aladağa aparmır axı. Aparır hara? Cızıqlar, Göyçə və Ağlağana. Deməli, biri götürəcəm, bir səhvdir. Məndən yanlış istəyir. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Bəli, çünki oğlu təcrübəsiz idi. Ona görə deyir, sən dur kənardan bax. 2 düzdür. Oğlunun qorxub anasının yanına qaçdığını düşünən ata onu cəzalandırmaq istəyir. Bəli, deyir, əgər Tanrı mənə bir fərsiz oğul veribsə, gedək 6 şaqqa elib 6 yol ayrıncına ataq. 3 də düzdür. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahdan hücum etməyə qərar verir. Xeyr, Uruz görür ki, atası döyüşür və cuşa gəlir, düşmənin sağ cinahına hücum edir. Oğlunu evdə tapmayan ata birbaşa Təkürün qalasına yollanır. Xeyr, birinci gəlir oğlunun yəni döyüşdükləri yerə gəlir. Orada qızıl dəstəkli qamçısını tapır oğlunun. Onda bilir ki, oğlu əsirdir. Cavab olacaq 1, 4, 5, 25. Basatın Təpəgözü öldürdüyü boy əsasında deməli, klasteri tamamlayın. Basat bəy oğludur. Deməli, düzləri seçməliyik. Canavar yuvasında böyüyür. Xeyr, belə bir şey yoxdur. Düşmənlə tək başına vuruşur. Bəli. Qazan xanı məzəmmət edir. Xeyr. Qəhrəmanlıq göstərib ad alır. Xeyr, qəhrəmanlıq göstərməmişdən öncə ad verilir ona. Səfərə gedib əli dolu qayıdır. Bəli. Əli dolu qayıdır nə? Basat bir əsir gətirmişdi. O əsiri də Qapaqqanın arvadına verir. Deməli, cavab olacaq nə? 2, 5. 26. Basatın Təpəgözü öldürdüyü boyu Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətlərə aid edilə bilər. Deməli, Dədə Qorqud adi hadisələrlə birbaşa iştirak edir. Bəli, Basatın Təpəgözü öldürdüyü boyda Dədə Qorqud 3 dəfə səhnəyə çıxır və iştirakçı olur da. Bir dəfə gəlir, bu Basata ad verir.
İkinci dəfə gedir Təpəgözlə kapitulyasiyaya. Üçüncüdə də gəlir boy boylayır, soy soylayır ən sonda. Amma digər iki boy da yalnız boyun sonunda gəlir. Ona görə biri 1 olacaq. Bayandır xanın adı çəkilir. Bu xeyr, bu əsas bu birisində də var axı. Qadın obrazı qəhrəmanlıq göstərir, Uruzun dustaq olduğu boydadır təkcə. Əfsanəvi varlıq iştirak edir. Bəli, bu Təpəgöz idi. Qazan xan yaralanır. Xeyr. Cavab olacaq 1, 4, 27. Deməli uyğunluq verib, hər üç boyun adını verib. Baxaq görək, deməli burada nədir? Ana haqqı Tanrı haqqı bənzətməsindən istifadə edilir. Bu Qazanın evinin yağmalandığı boydur. Ata mı oğuldan öyrənər, oğul mu atadan öyrənər? Ritorik sualı verilib. Bu Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydur. Dədə Qorqudun qopuzu müqəddəsdir iddiası irəli sürülür. Bu heç birinə aiddir. İnsan heyvanlarla yaşamalı deyil fikri səsləndirilir. Bu da Təpəgözü öldürdüyü boydadır. 27, 1D, 2B, 3A olacaq. Deməli, baxaq, bizə bir mətn verib. Mətndə burada deyir mətni diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin. Qalın Oğuz bəylərindən Dirsə xan Cah-Cəlallı ova çıxmışdı. Xan da, Buğac da, Yasavulbaşı da dalğın idilər. Hərənin öz düşüncələri vardı. Xan Yasavulbaşının uydurduğu iftiranın təsiri ilə gecəni yatmamış, səhərə qədər oğlu ilə vuruşmuşdu. İndi də o kabusdan qurtarmayıb oğlunun hər bir hərəkətindən diksinirdi. Yasavulbaşı xanın həyəcan və dalğınlığının səbəbini yaxşı bilirdi. Buğac da həyəcanlı idi. Axı necə həyəcanlanmasın? İlk dəfə idi atası ilə ova çıxmışdı. Özünü atasına göstərmək üçün əla fürsət düşmüşdü əlinə. Bugünkü ovdan hərəsi ayrı-ayrı məqsədlər güdən bu iki cəngavər ovçu ilə bir hiyləgər tülkü bir-birinə zidd olan düşüncələr içində Oğuz elinin Ceyran düzünə çatdılar. Buğac ovdakı məharətini atasına göstərmək üçün qəsdən Ceyranı onun yanına qovub oxu lap yaxından atırdı. Yasavulbaşı da bunu fürsət bilib pıçıldadı. Görürsənmi, namərd oğul oxla səni vurmaq istəyir. Amandır, cəld ol. O səni öldürmədən sən onu öldür. Buğac 3-cü Ceyranı kəməndlə diri tutaraq atasına bu məharətini də göstərmək istəyirdi. Ceyranı hərləyib xanın lap yaxınında əlini kəməndə atdı. Bundan vahimələnən xan yayını əlinə alıb oğlunu kirişə qoyub dikəldi və ələ-səslə oxu atıb gözlərini yumdu. Ox Buğacın iki kürəyinin arasına sancıldı. İgid ani bir hərəkətlə başını çevirib, əlində kaman tutmuş atasını görəndə yanıqlı fəryad eşidirdi. Atacan, ata! Deməli, baxaq bizdən tapşırıqda nə istəyir? Səbəb-nəticə əlaqəsi baxımından cədvəli tamamlayın. Deməli, səbəbi verib, bu tərəfdə biz ona uyğun nəticə yazmalıyıq. Buğac ovçuluq məharətini atasına göstərmək istəyirdi. Nəticədə nə edir? Deməli, bura yaza bilərəm ki, oxu atasına yaxın yerdən atır. Oxu atasına yaxın yerdən atır. Və yaxud da deyə bilərəm ki, ovu aparır atasının yaxınlığına qovub, ondan sonra vurur. Belə də demək olar. İndi burada nəticə verib, Dirsə xan oxla oğlunu vurdu. Dirsə xanın oğlunu vurmasının səbəbi nə idi? Yasavulbaşı yalanları ilə xanı doldurmuşdu. Yasavulbaşı Buğaca tələ qurmuşdu. Yasavulbaşı Buğacı istəyirdi ki, atasının əli ilə Buğacı öldürsün. Sonra ov mətnində Dirsə xan, Uruz bəyin dustaq olması boyunda Qazan xan. Bunların ayrı-ayrı xüsusiyyətlərini yazmalıyıq. Bir də ortaq xüsusiyyətlərini yazmalıyıq. Deməli, burada Dirsə xan oğlundan şübhələnir də. Bura yaza bilərəmmi? Şübhələnir. Bəli, şübhələnir. Şübhələnir. Sonra Dirsə xan oğlunu vurur. Oxla. Oxla vurur. Qazan xan oğlunu deməli qorumağa çalışır. Qorumaq istəyir. Sonra oğluna mərdlik öyrətmək istəyir. Mərdlik. Hər ikisinin ortaq xüsusiyyəti, deməli hər ikisi xandır. Sonra Oğuz bəylərindəndir. Oğuz bəyləridir hər ikisi.
Hər ikisi Oğuz bəyləridir. Hər ikisi deməli ova gedir. Ova gedir. Oğlu ilə ova gedir. Aha. 30-cu sual. Çərçivədəki şeir ov mətni ilə müqayisə edin. Şeirdə verilən xüsusiyyətləri mətnin obrazları ilə əlaqələndirin. Adam var səmimi, mehriban, mərddir. Adam var təpədən dırnağa dərddir. Adam var kökündən xain, namərddir. Adam var şər gəlməz həndəvərinə. Bax, bu təpədən dırnağa mərddir ifadəsini bura yazsam, birinciyə yazsam, daha doğrusu təpədən dırnağa dərddir ifadəsini. Bunu bura Dirsəxana aid eləyə bilərəm də, Dirsəxana. Bunu da əsaslandırsam, əsaslandırma olaraq onu deyə bilərəm ki, Yasavulbaşının yalanlarına inanır və oğluna qəsd edir. Adam var kökündən xain, namərddir. Və bunu da bura yazsam, burada Yasavulbaşını yəni burada Yasavulbaşını deyə bilərəm. O da yalanları ilə atanı oğula düşmən edir, fitnəkarlığı ilə Dirsəxanı yoldan çıxarır. Deməli, sınağımızın izahı yekunlaşdı. Kanala abunə olub bəyənməyi unutmayın.